Tarix Diyarşünaslıq Muzeyində daha maraqlı bir eksponatla qarşı-qarşıyayıq. Diqqətlə baxsınız, bunlar xaçlardır. Amma aşağıdakı xaçlar bərabər tərəflidir. Yəni hər bir tərəfi bərabərdir. Xaç hər kəs elə bilir ki, xristianlığın tamğasıdır. Əslində bu belə deyil. Xaç biz türklərə məxsus olan tamğadır. İndi deyəcəksiniz, bu hardan bəllidir ki, biz türklərə məxsusdur? Xəzər Albaniyası səhifəsinin izləyiciləri diqqətlə qulaq assınlar. Xaç tamğası biz türklərə məxsusdur. Eradan əvvəl Qırğızstanın İssıqqul gölü ətrafından qədim bir xaç daşı tapılmışdır. Orada xaç daşında xaç təsvirləri vardır. Xaç xristianlığın yox, biz türk xalqlarına məxsus olan bir tamğadır. Bir çox bilim adamları tanrıçı tamğalarından biri olan xaçın mənası belə cür izah edirlər ki, xaç əslində bir kompas xarakteri, yəni cəhət göstərir. Quzey, doğu, güney, batı. Yəni dünya biz türklərə məxsusdur və biz dünyanın dörd bir tərəfinə yayılmışıq anlamını verir. Yəni ki, xaçın xristianlıqla heç bir əlaqəsi yoxdur. Çünki biz bilirik ki, Hz. İsa əleyhissalam Roma dövründə işgəncə üslubu olan T şəkilli çarmıxa çəkilmişdi. Və o çarmıx T şəkilli idi, xaç şəkilli deyildi. Və ki, yəni o üsyankar qullara qarşı çox vaxt bir işgəncə üslubu idi. Bunu çox adam bilmir və bunu da hər kəs bilmiş olsun. Xaç türk tamğasıdır.